Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Bu dersimizin mövzusu huruful cer. Deməli, huruf nədir? Hərflər. Ərəb dilində 3 nitq hissəsi var. İsim, feil, bir də harf. Deməli, harf əlifbə, təsə, o cür hərf də ola bilər və həmçinin nitq hissəsi harf da ola bilər. Harf elə bir nitq hissəsidir ki, nə isim deyil, nə feil deyil. Yəni öz-özlüyündə mənası yoxdur, amma yəni başqa sözlərlə birlikdə başqa məna verir. Yaxşı, huruful cer nədir? Hərflər çoxdur. Onların arasında o car hərfləri o hərflərdir ki, sadəcə yəni söz hərf cardan sonra gələn isim car halında olur. Necə ki biz izafədə demişdik ki, izafənin ikinci hissəsi, yəni müdafili sonunda kəsra ilə idi. Yəni car halındaydı. Car halının əsas əlaməti kəsradır. Amma yəni o cəmdə, düzgün cəmdə götürmüşdük ki, musliminə car halında olacaq musliminə, musliməni iki müsəlman car halında olacaq muslimini və s. Yəni amma car halının əsas əlaməti kəsradır. Bəzi harf carları bax bu dərsdə götürürük. Min, dandən. İlə tərəz, yaxud bizim dildə sözün sonuna a-ə artırılandı. Bax fikir verim, Azərbaycan dilində harf car, yəni söz önü deyilən bir şey yoxdur. Məsələn, rus dilində ola bilər, ingilis dilində var, amma Azərbaycan dilində yoxdur. Azərbaycan dilində biz hər şeyi elə bil ki, sözün sonundan, yaxud sözdən sonra qoyuruq. Min dandan ilə tərəf, bi ilə, məsələn, adıyla, Allahla, alə üzərində, ən barəsində və əgər harf car kimi işlənirsə, and mənasında olacaq. İndi ətraflı nümunələrdə baxıram inşallah. Li üçün kə kimi hətta mənasındadır. Yəni ona da dair bir iki dənə incə riy olacaq. Si badə. İndi misallara baxaq. Əl-həyəu minəl iman. Əl-həyə, əlifləm gördük, fikirləşirik ki, bu yəqin ki, ismi cümlədir, bu da mübtədadır. Bunun xəbəri, yəni həyə barəsində nə deyilir? İmandandır. Və biz buna nə etməliyik? Sonuna kəsrə qoymalıyıq. Əl-həyəu minəl imanin. Yəni minəl imani, min hərf cardır, iman sözünə təsir elədi. Car halını saldı, ona görə kəsrə ilə qoyduq onu. Elhamdu, həmd. Lillah. Lillahi. Lillahi deməli li hərf cardır. Ona görə də sözün sonuna kəsrə qoyduq. Car halına saldıq. Həmd Allaha məxsusdur. Li həmçinin üçün mənasını bildirir. Həmçinin layiqli, yəni bütün həmdə Allah layiqdir. Bi ilə, bismi adıyla. Deməli, bura nə qoyduq? Kəsra. Bismi, bismillahi. Yaxşı, bismillahi bəs bax bu kəsra nəyə görədir? Çünki ismullahi izafə idi. Yəni, bax bu kəsra izafənin ikinci hissəsi olduğuna görədir. Amma bisminin, yəni kəsrası biyə görədir. Harf cira görədir. Bismillahi Allahın adıyla. Əs-sə'atu aləş-şəcərəti. Əs-sə'atu saat aləş-şəcərəti alə üzərində. Əş-şəcərəti yenə kəsra qoyduq, car halına saldıq çünki harf car var. Saat ağacın üstündədir. Ər-raculu kəl-heydəri. Ər-racul yəni kişi, kimi, kəl-heydəri, heydərdəki şir. Kişi şir kimidir. Fikir verin, bir də kə, bax onlar, bir də li, onlar üçü, deməli bi. Li, bir də kə. Harf carları sözə birləşib yazılır. Sözdən ayrı yazılmır, birləşik yazılır. Ər-raculu kəl-heydəri, yəni də harf cardır, kəsramızı qoyduq. Əl-kələmu, söhbə, əl-kəlam, qən, Muhammədin. Muhammədin, yəni Muhammed barəsindədir. Söhbət Muhammed barəsindədir. Rayn harf cardır, ondan sonra sözün sonunda yəni car əlaməti. Yəni kəsra ya tənvin kəsra olacaq. Vav, yəni əslində müxtəlif mənaları var. Yəni bir mənası və deməkdir. Məsələn deyirsən ki, Muhammedun və Zeynəbu. Muhammed və Zeynəb. Amma
harf car kimi işlənəndə, yəni özündən sonra biz sözü car halına salanda vallahi, vattini, vadduha, vel asri. Yəni duhanın axırına kəsri qoymaq olmur orada çünki başqa cür uzatma var. Car halına saldıqsa, vavı harf car kimi işlətdiksə ant mənasında olacaq. Vallahi əsrə and olsun. Vel asri innel insane lefi xusr. Yaxud vattini ve zeytun. And olsun əncirə. Onda ant kimi olur. Həmçinin burada indi harf carları götürmədik. Amma təllahi də həmçinin o mənada işlənir. Təllahi, vallahi, Allah and olsun. İlə tərəs deməkdir. İlə tərəs əd-dəvətu dəvət ilallahi. Allaha tərəf. Yəni Allaha tərəf olan dəvət. Əd-dəvətu ilallahi. Yaxud məsələn deyirsən ki iləl hindi, Hindistana. Məsələn, mən filan yerdən gəlirəm, gedirəm iləl həcci, həccə gedirəm. Fi dadə deməkdir. Fi səbilillahi. Deməli, iniyə görə oldu, fiyə görə. Fi harf cardır, sözə təsir edir, onu car halına saldı. Allahi, bunun kəsrası isə nəyə görə idi? İzafəyə görə idi. Səbilullahi, Allahın yolu. Fi səbilillahi, Allahın yolunda. El-ilmu hatta'l mevti. Baxın burada hatta sözü iki cür işlənə bilər. Mən onu deyə bilərəm ki, el-ilmu hatta'l mevtu əgər belə desəm, harf car kimi yox. Harf car kimi işlətməsəm. Onda mənası olacaq, elin hətta ölüm. Yəni o cür tərcümə eləyəcəm. Amma hatta'l mevti harf car kimi işlətsəm, onda qədər mənasını verir. Yəni ölənə qədər elm. Elm ölənə qədərdir. Yəni hətta harf car kimi işlənəndə özündən sonraki sözü car halına salanda filan şeyə qədər mənasını verir. El-ilmu hatta'l mevti. Bura qədər inşallah. Yəni harf car mövzusu elə də bir çətin mövzu deyil. Yəni izafələrə oxşar bir şeydir. İzafədə də ikinci hissə car halındaydı. Harf cardan da sonra sözü car halındadır. Vəssalam. Yəni bu sözləri sadəcə mənasını əzbərləyib və buranda görəndə, yəni işlədəndə başa düşürsünüz ki, yəni bunu necə işlətmək lazımdır. Vəssalam.